özü Allahın huzurunda əli boş görəcəksən. Tövbə yəni daxildə inqilab. Tövbə yəni sən tam başqa sən olursan. O səndən əsər əlamət qalmır. Fikirlərin dəyişir, baxışın dəyişir. Zaten zahirdə tövbə deyil ki. Mən tövbə etdim kəlməsi necə dəyişmir ki. Yəni bir nəfər market işlədir. Satıcısı var, ərzaq dükanıdır. Deyir, buranı istəyirəm mən apteka çevirim də. Götürür, adını dəyişir, yazır, marketi silir, aptek yazır da, tutaq ki. Amma nə əczaçını satıcı ilə dəyişib, nə ərzaq dərmanla əvəz olunub. Bir nəfər gəlir, deyir, axı burada dərman yoxdur ki. Dəyişilməyib ki, bunun adı dəyişilib, özü dəyişilməyib ki. Tövbə də budur ki, adın yox, özün dəyişil. Hür özü dəyişildi. Mənim sözümdə İmam Hüseyin dedi, əntəl hur, kəma səmmətqə olmurkə, anon yaxşı adı qoyub sənə. Sən hürsən, sən azadsan, sən xilas ola bildin, sən qandalları açdın əlindən, sən ayağındakı zəncirlərdən qopdun, sən azad oldun, sən hürsən, azad insansın.